Dünən yerli mətbuatda məlumat yayıldı ki, prezident Milli Məclisə amnistiya ilə bağlı təkliflər sürüb və böyük ehtimalla bu təklif Milli Məclisdə keçərli olacaq. Bildiyimiz ki, hər dəfə olduğu kimi. Amma bu dəfə bu müsbət yorumlamalı olan bir mövzudur. Çünki bu amnistiya aktı Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq. Əgər olacaqsa, təbii ki, məncə olacaq. Və bu 20 min nəfəri əhatə edəcək. Ümumilikdə isə 5 mindən artıq insan isə artıq həbsdən azad olunması gözlənilir. 20 min nəfərə necə gəlib çatır, digərləri isə bəzilərinin şərti azadlığı ləğv olunacaq və yaxud da ki, bəziləri şərti azadlığa çıxacaq və sair və ilə axır orada digər nüanslar da var. Amma ən əsası budur ki, 5 min nəfərə yaxın insan həbsdən azad ediləcək və bu ümumilikdə 20 min nəfəri əhatə edəcək. Bunun içərisində mən düşünürəm ki, siyasi məhbuslar da olacaq, bir neçə siyasi məhbus. Ən azından heç olmasa 20-30 arası, bəlkə daha çox, bəlkə 50-dən daha artıq siyasi məhbusun da olmasını mən gözləyirəm. Ən azından buna ümid edirəm, çünki bu olmalıdır. Azərbaycanda 400-ə yaxın artıq siyasi məhbus var. Və bu yaxınlarda Belarusiyada da, Lukashenkoda 120-dən artıq dəqiq sayı mən xatırlamıram, amma 120-dən daha artıq insanın siyasi məhbusu azadlığı buraxdı və sonradan onlar xaricə köçdülər. İndi Azərbaycandakı siyasi məhbusların sonraki aqibətini bilmirəm necə olacaq, amma ilkin olaraq ondan həbsdən azad olunması haqqıdır. Təbii ki, biz heç bir kəsə həbsdə olunmasını, həbsxanada həyatı yaşamasını arzulamırıq. Hətta cinayətkarlar belə həbsxanaya ona görə düşür ki, onlar orada islah olsunlar. Nəinki siyasi fəaliyyətlərinə görə və yaxud da ki, hansısa bir jurnalistika fəaliyyəti ilə məşğul olduğuna görə insanlar həbs olunursa, onların islah ediləsi bir şey yoxdur. Cinayətkar ayrıdır. Amma siyasi məsələlərdən dolayı həbs olunan və yaxud da ki, şərlənib həbs olunan siyasi məhbuslar ayrı mövzudur. Ona görə də bu məsələyə xüsusi həssaslıqla yanaşmaq lazımdır və mən ümid edirəm ki, yaxın zamanda ümumiyyətlə bütün siyasi məhbuslar azadlığa çıxacaq, amma prezidentin hal-hazırda düşündüyü, etmək istədiyi 5 min nəfərin arasında da minimum heç olmasa bir 50 nəfərlik siyasi məhbus adlarına da biz rast gələ bilərik. Bu daha artıq olsa lap yaxşı. Heç olmamasındansa daha az olsa da məqbul hesab etmək olar. Əsas insanların azadlığa çıxmasıdır. Əsas insanların öz ifadə azadlıqlarını, hərəkət azadlıqlarını həbsxana ilə istəklərini həbsxana ilə qarşılıq kimi cavab görməməliləridir. Və bu yaxınlarda bir hadisə də baş verdi. Təxminən 2 il bundan öncə Heydər Əliyevin heykəlinə Stalin sözünü yazan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elbəy Kərimli, əgər mən ad soyadı yanlış xatırlamıramsa, adlı şəxs dekabrın 12-si onun tibbi məntəqədə, həbsxana daxilindəki tibbi məntəqədə intihar etdiyi faktı ictimaiyyətə açıqlandı və hal-hazırda da prokurorluq orqanları bununla bağlı araşdırma aparır. Və bu çox pis bir durumdur. Bu çox acınacaqlı bir durumdur ki, gənc bir oğlandır. Hətta mən o ölümündən sonra, dünyasını dəyişəndən sonra mən mətbuatdan öyrəndim ki, onun hətta nənəsinin himayəsində yaşamış bir insan olub, valideynləri belə yoxdur. Və belə bir insan Heydər Əliyevin heykəlinə Stalin sözünü yazmaqla siz onu 6 il müddətində həbs etmişsiniz. Özü də külli miqdarda öncə səhv etmirəmsə maddə üzərinə qoyulan maddə belə olub ki, külli miqdarda narkotik vasitələrinin satışı, sonra isə o satışı sözünü oradan çıxarıb sadəcə üzərində külli miqdarda narkotik maddə saxlanılması ilə bağlı həbs olunub, şərlənib və indi o həbsxanada artıq intihar etdi deyilir. Fakt budur ki, o dünyasını dəyişib intihar etdi və yaxud da ki, mən o ifadəni işlətmək istəmirəm, amma öldürüldü deyənlər də var. Hər halda bunu prokurorluq orqanları araşdırır və ümid edək ki, onlar bu məsələni doğru dürüst araşdıracaqlar. Amma bu da çox acınacaqlı bir durumdur. Siz bir gənc də çıxıb indi heykəlin üstünü yazıb da, yazıb. Burada nə dəyişdi? Bu böyük bir çevriliş planının bir parçası olmadı. Bu gənc, bu cavan oğlan bu ölkəyə bir terror aktı törətmədi. Minlərlə insanın canına, həyatına qəsd etmədi.
Heç mədəni terror da demək olmaz buna. Nəinki hər hansısa bir silahlı bir əməl deyil. Bu böyük bir cinayət əməli deyil axı. Bu cavan oğlan gənc bir insan idi, çıxdı və tutaq ki, səhv etdi. İndi məsələn deyək ki, o səhv etdi. E, Bitdi də, yəni buna görə insanın ömründən 5 il, 6 il və onu orada da mətbuatda zaman-zaman çıxırdı, Xalq Cəbhəsi Partiyası üzvləri bunu paylaşırdılar. Həbsxanada belə ona bəzi problemlər yaradılırdı və orada da bəzi hallarda onun işgəncələrə məruz qalması haqqında mətbuatda insanların paylaşımları olurdu. Buna ehtiyac yox idi axı. Baxın, tutaq ki, indi lap əgər o cavan uşaq əgər intihar belə edibsə də, bunun yenə də məsuliyyəti, bunun yenə də siyasi məsuliyyəti Azərbaycan iqtidarının üzərində qalır. Azərbaycan məhkəmələrinin üzərində qalır. Çünki bu gənc sadəcə günaha sadəcə, əgər ona günah da demək olarsa təbii ki, günaha sadəcə heykəlin üstünü yazmaq idi da. Bunun qarşılığı ölmək deyil ən azından. Hələ mən öldürmək ifadəsini işlətmək istəmirəm. Mən ümid edirəm ki, elə bir hal istintaqda üzə çıxmaz. Çünki bu çox acı sonluqla nəticələnəcək. İnsanlar nə olsun sizə qarşıdır, nə olsun sizlərdən kimlərsə bəyənmir. Bunun cavabı həbs olunmaq, hətta öldürülmək, ölmək deyil axı bu siyasət. Hətta üzə çıxdı ki, bu yaxınlarda əf ərizəsi də yazılmış keçən il, səhv etmirəmsə, və yaxud da ki, keçən ayların birində. Amma onun əfi də dəyərləndirilməyib, azadlığa da çıxmayıb və bəlkə də elə onun psixoloji baskısı altında. Bilmirəm, Allah rəhmət eləsin, nə demək olur, çox ağır bir durumdur, çox acı bir durumdur. Və həm də bu nümunədən elə biz irəli gələrək mən düşünürəm ki, Azərbaycanda artıq siyasi məhbus məsələsinə bir dəfəmlik son qoyulmalıdır. Bu amnistiya böyük bir fürsətdir, çox gözəl bir addımdır bu. 5000 nəfərin azadlığa çıxması, bu 5000 nəfərin hər birisinin bir ailəsi var. Kimlərinsə övladları, kiminsə valideyni, kiminsə həyat yoldaşı və bu insanların gözləri yolda olan insanlar var. Onlar təbii ki, hamısı sevinç içində olacaqlar. Anlıq da olsa xoşbəxt olacaqlar həmin insanların azadlığa çıxmasına və həmin insanların sırasında siyasi məhbus ailələri də olmalıdır. Çünki siyasi məhbuslar arasında da bizim Vətən müharibəsi iştirakçılarımız var. Birinci Vətən müharibəsi, yəni Birinci Qarabağ savaşı iştirakçılarımız var. Tofiq Yaqublu var və yaxud da ki, Ruslan İzzətli var ki, onun hətta bir neçə rayonun azad edilməsi uğrunda döyüşlərdə iştirakına görə medalı tərtifləmələri var və bu insanlar da artıq təbii ki, siyasi məhbusdur və bu insanların da artıq azadlığa qovuşması məsələsi həll olunmalıdır. Tək bu insanlar yox, həm də digər insanlar. Mən bir-bir adlarını sıralamaq istəmirəm, sadalamaq istəmirəm. Bizim xanım jurnalistlərimiz var ki, onlar azadlığa çıxmalıdır və Toplum TV məhbusları, Abzas Media məhbusları olsun, Meydan TV məhbusları olsun, Meydan TV işi üzrə, yəni həmin məsələlər üzrə işi üzrə olan həbslər, artıq bunlar dayandırılmalıdır. Həmin insanlar heç olmasa azadlığa çıxsın, şərti azadlıqdan məhrum edilməklə və yaxud da ki, ev dustaqlığı ilə. Yaxşı, siz onların lap belə əgər onları ölkədə saxlamaq istəyirsinizsə, ölkədən çıxış qadağasını saxlayın, şərti yolla azadlığa buraxılsın və yaxud da ki, ev dustaqlığına buraxılsın. Bu məsələ yenə də ölkədəki birinci adamdan asılıdır. Prezident İlham Əliyevdən asılıdır və indi görək ki, onun bu 5000 nəfərlik siyasının neçə nəfəri siyasi məhbuslar üçün nəzərdə tutulub. Mən ümid etmək istəyirəm, mən inanmaq istəyirəm ki, orada ən azından siyasi məhbuslar olacaq, bir neçə nəfər də olacaqsa və mən arzu edirəm ki, bu heç olmasa 50 nəfərdən daha yuxarı olsun və bunun da davamı olsun növbəti aylarda. Novruz bayramında ola bilər və yaxud da ki, Respublika günündə ola bilər, 28 mayda və ilkin etap kimi indi Dünya Azərbaycanlıların Həmrəylik günü öncəsində və növbəti etaplarda isə digər siyasi məhbuslar azadlığa buraxılmalıdır və Azərbaycan artıq siyasi məhbus ləkəsindən bir dəfəmlik qurtulmalıdır və bu bizə heç də başucalıq gətirmir. Gözləyək, görək ki, mən yenə də ümidliyəm və mən inanmaq istəyirəm ki, mənim bu ümidlərim boşuna deyilmiş
və ümid edək ki, biz yaxın günlərdə ölkədəki siyasi hərarətin bir qədər aşağı düşdüyünü və bir neçə və yaxud da ki, onlarla siyasi məhbusun azadlığa çıxma xəbərini eşidəcəyik.